Bismillah, elhamdülillah və salatu və səlamu alə Rasulillah. Çox üzgün bir halda bu hazırladığım mövzunu sizinlə paylaşıram. Ümmətin hilal ixtilafı və parçalanmış sevinç. Ey müsəlman ümməti! Bir düşünün, eyni Ramazan bayramı üçün hazırlanmış ümmət iki fərqli hal yaşayır. Bir tərəfdə insanlar təkbir gətirərək bayram namazına gedir. Digər bir yanda isə insanlar oruc niyyəti ilə sahura qalxır. Bir tərəf deyir, bugün bayramdır. Digər tərəf deyir, bugün hələ Ramazandır. Bu necə bir mənzərədir? Halbuki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurmuşdu. Ramazan orucunu hilalı gördüyünüz zaman tutun. Hilalı gördüyünüz zamanda iftar edin, orucu bitirin. Əgər hava bulutlu olar və hilal görünməzsə, onda ayı 30 gün hesablayın. Amma bugün ümmət hilal üzərində belə birləşə bilmir. Təsəvvür edin, bir ümmət, iki fərqli bayram. Bir ailənin bir oğlu bayram namazında səcdədədir, digər oğlu isə eyni saatda oruçludur. Bir tərəf şirniyyat paylayır, digər tərəf iftarı gözləyir. Bu mənzərə təkcə fərq deyil, bu ümmətin parçalanmasının acı halıdır. Bəs buna görə kim məsuliyyət daşıyır? Sual verilməlidir. Niyə bu qədər müsəlman eyni gündə bayram edə bilmir? Niyə bir ümmətin sevinci belə bölünmüş halda yaşanır? Bunun səbəbi siyasi bölünmələr, fərqli qərar verən dini qurumlar, ümmətin vahid rəhbərliyinin olmaması və ən təhlükəlisi birlik ruhunun zəifləməsi. Bu vəziyyət iblis üçün böyük bir qələbədir. Çünki şeytanın ən çox istədiyi şey ümmətin parçalanmasıdır. Şeytan ümməti hər zaman belə parçalamağa çalışdı. Millətə görə, məzhəbə görə, siyasətə görə, sərhədlərə görə. Amma ən ağrılısı odur ki, hətta bayram sevincində belə ümmət birlikdə ola bilmir. Halbuki Allah subhanehu və teala buyurur ki, hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Ümmət nəyi itirdi? Ümmət yalnız bir günü itirmədi. Ümmət birliyini itirdi. Ortaq sevincini, bir ümmət olduğunu xatırladan ən gözəl anlarını itirdi. Bayram sadəcə bir gün deyil. Bayram ümumi sevincdir. O sevinc isə bugün parçalanmış vəziyyətdədir. İslam ümməti tarix boyu çətin dövrlər yaşadı. Amma hər dəfə yenidən ayağa qalxdı. Bir gün yenə gələcək. Hilal göründüyü zaman bütün ümmət eyni gecə təkbir gətirəcək. Eyni səhər, eyni bayram namazı, eyni sevinç, eyni gözyaşları olacaq. O gün ümmət yenə bir ümmət kimi bayram edəcək. Kafirlərin xoşuna gəlsə də, gəlməsə də, bu ümmət bir gün Allahın izni ilə bir olacaq. Baxmayaraq ki, bugün fərqli günlərdə oruç tutulur, fərqli günlərdə bayram edilir. Amma iman edənlər bilir ki, Allahın vədi haqdır. Nə qədər ixtilaflar olsa da, nə qədər parçalanmalar yaşansa da, ümmətin qəlbində birlik arzusu yaşayır və bu arzu bir gün gerçəyə çevriləcək. O zaman yer üzündə milyonlarla müsəlman eyni səslə təkbir gətirəcək. Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. Və o gün ümmət yenə bir ümmət kimi sevinəcək. Elhamdülillahi Rabbil aləmin.